vaxtınız xeyir olsun. Hazırda Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlilləri ilə tanış oluruq. Yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının sonuna hətta fevral ayının birinci həftəsinə qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan ərazisində tez hava şəraitinin dəyişilməsi gözlənilir. Proses səbəb isə həm Sibirdən, həm də Arktikadan soyuq hava şüalarının Qafqazın Cənubi Azərbaycan ərazisinə tez-tez müdaxiləsi fonunda havanın temperaturunun ümumilikdə yanvar ayının sonlarına qədər olan müddət ərzində çoxillik iqlim normasına yaxın və bir qədər aşağı enməsi gözlənir. Bu da o deməkdir ki, tez-tez Sibirdən və Arktikadan soyuq hava şüalarının Şimali Qafqazdan Qafqazın Cənubi Azərbaycan ərazisinə müdaxiləsi fonunda hava şəraitinin əvvəlki illərin qış aylarına müqayisədə, yəni son bir neçə ötən qış dövrü ilə müqayisədə 2026-cı ilin yanvar ayının 3-cü 10 günün sonlarına doğru və fevral ayının birinci həftəsi ərzində Qafqazın cənubunda hava şəraitinin daha soyuq keçməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Hazırki təhlillərə əsasən isə yanvar ayının artıq 17-sindən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin soyulması gözlənilir. Xüsusilə də dağ ətəyi və dağlıq rayonlarda sulu qar və qar yağması, qarın intensiv olması ehtimalı var. Yanvar ayının 17-si axşama doğru və 18-cində Bakı-Abşeron Sumqayıt arasında və mərkəzi alanda da yağışın sulu qara keçməsi ehtimalı var. Bakıdan fərqli olaraq mərkəzi alan rayonlarında yerdə yanvarın 18-cində yerdə qar örtüyünə gəlməsi ehtimalı var. Çünki mərkəzi alan rayonları bir qədər Xəzər dənizindən uzaqlıqda yerləşdiyi üçün mərkəzi aranda daha çox quru soyuq müşahidə edilir ki, bu da qarın yağması üçün müsbət amil olacaq. Yəni yerdə qar örtüyü qısa müddətli yağına bilər. Lakin Bakı və Abşeron Sumqayıt arasında isə sulu qar yağması ehtimalı var. Bu proses nəticəsində xüsusilə yanvar ayının 17-si gündüzdən 18-si gündüzə qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasındakı yağıntıların intensiv və güclü olması, əksər dağ ətəyi və dağlıq ərazilərdə xeyli miqdarda qar örtüyünə gəlməsi gözlənir, qar yağılması gözlənir. Maksimal qar hündürlüyünün isə Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvan dağlıq rayonlarında və Cəlilabad, Yarım, Leş, Astara ərazilərinin dağlıq kəndlərində maksimal qar hündürlüyünün 40 sm-dən 1 metrə qədər, yəni ucqar ərazilərdə hətta 1 metrə qədər çoxlu miqdarda bir qarın yağılması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının artıq 17-si və 18-sində Qafqazın cənubunda hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. Xəzər dənizindən daşınan rütubətli hava axınları, Qara dənizdən və Aralıq dənizindən eyni anda daxil rütubətli hava şüalarının şimal-şərqin daxil olması gözlənilən soyuq hava şüaları ilə Qafqazın cənubunda bir-birlərinin toqquşması fonunda Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskinləşməsi gözlənilir. Proses nəticəsində əksər rayonlarda Azərbaycan əksər ərazilərində sulu qar və qar yağması, qarın intensiv və güclü olması ehtimalı var. Yanvarın 17-si və 18-si qar intensiv olacaq. Yanvar ayının 19-sunda bir qədər zəifləyəcək. Lakin yanvar ayının 20-si və 21-də yenidən Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişilməsi, arabir sulu qar və qar yağması. Bu müddət ərzində isə Bakıda yağışın sulu qar keçməsi ehtimalı var. Yanvar ayının 17-si axşam 18-si günün birinci yarısında Bakıda yağışın və yağışla bərabər sulu qarın bir qədər intensiv olması ehtimalı var. Xüsusilə də yanvar ayının artıq 19-u bir qədər yağıntılar nisbətən səngəcək, lakin yanvar ayının 20-si və yanvarın 21-də isə, yəni yanvar ayının 20-sindən başlayan prosesin yanvar ayının 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskinləşməsi, arabir sulu qar və qar yağması, intensiv olması ehtimalı var prosesin. Və Bakıda da yağıntıların yenidən yanvarın 20-si və 21 günün birinci yarısında yağışın Bakıda sulu qar keçməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Xəzər dənizinin şimal hissəsində, Rusiyanın qəlbində, orta troposferdə, eyni zamanda troposferin aşağı qatlarında atmosfer təsirində artım gözlənilir. Lakin Qara dəniz ərazisində, Xəzər hövzəsi ölkələrində, eyni zamanda Qazaxıstan ərazisində də, yəni Qafqaz regionunda və Qazaxıstanda isə atmosfer təsirində azalma gözlənilir. Bu da o deməkdir ki, Qərbi Sibirdən, antitsiklonun sağ qolunun Qərbi Sibirdən, Mərkəzi Asiyadan, Qazaxıstandan soyuq hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasında daşınması, Qara dənizdəki siklonun və Xəzərin şimalındakı siklonun isə ərazidə rütubəti toplanması gözlənilir. Prosesin sonraki inkişafının nəticəsində yanvar ayının artıq 17-si gündüz saatlarına başlayaraq həm şərqdən rütubətli hava axınlarının eyni anda, eyni zamanda şimal-qərbdən Qara dənizdən və cənub-qərbdən
Aralıq dənizinin rütubətli hava axınlarının eyni anda Qafqaz regionuna doğru yaxınlaşması gözlənilir. Proses nəticəsində Qara dənizdən, Aralıq dənizindən və Xəzər dənizindən daşınan rütubətli hava şütülərinin Qafqazın Cənubi Azərbaycan arasında bir-birlərin toqquşması fonunda və şimal-şərqdən daxil olan soyuq hava şütüləri ilə bu rütubətli sistemin Qafqazın Cənubi Azərbaycan arasında bir-birlərin toqquşması fonunda Qafqazın cənubunda hava şəraitinin kəsilməsi üçün münbit sunaqlı şəraitinin yaranması gözlənilir. Proses nəticəsində Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Naxçıvan dağlıq rayonlarında, eyni zamanda Cəlilabad, Yarımdəş, Astara ərazilərində, Dağlıq Şirvanda, Mərkəzi Aranda yağıntıların yanvarın 17-si axşamına doğru və 18-ci günün birinci yarısında intensiv və güclü olması gözlənilir. Xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəkirqax, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Gölgül, Coğrafi ərazilərində və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşalasın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın, Sədərək, Ordubad, Şahbaz ərazilərində və Cəlilabad, Masallı, Lənkəran, Yarımdəlik, Astarada, Mərkəzi Aranın Kürdəmir, Yevlax, İmişli, Ucar, Sabirabad, Beyləqan, Sarıyan, Neftçala, Biləsuvar rayonlarında da artıq yanvarın 17-si axşamından 18-ci günün birinci yarısına qədər olan müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi, yağıntıların intensiv və lokal güclü olması ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Naxçıvanın dağlıq rayonlarında və Cəlilabad, Yarımdəlik, Aslanın dağ kəndlərində qarın intensiv və güclü olması ehtimalı var. Yanvar ayının 17-si axşamdan 18 yanvar günün birinci yarısına qədər olan müddət ərzində ən güclü qar Böyük Qafqazın şimal-şərq yamaclarına düşəcək. Xüsusilə də Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Dağlıq Şirvan ərazilərində, eyni zamanda Xızıda, Siyazənin dağlıq kəndlərində və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşalasın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın dağlıq rayonlarında, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Astara, Yarımdəlik və Lənkəran dağ kəndlərində yanvar ayının 17-si axşam 18 günün birinci yarısına qədər olan müddət ərzində qarın intensiv və güclü olması ehtimalı var. Nəticədə bu proses nəticəsində qarın bir qədər fəsadlara səbəb olması ehtimalı var. Çünki yağan qar ağır qar olacaq. Ağır qar o deməkdir ki, havanın temperaturu troposferin aşağı qatlarında -15-20 dərəcədən bir qədər yüksək olacaq ki, bu da o deməkdir ki, yəni yumuşaq bir proses müşahidə ediləcək. Lakin havada rütubətin çox olması ilə soyuq havanın toqquşması fonunda yağan qarın da bir qədər ağır yağması gözlənilir. Yəni nəmlə birləşən qarın həkimləri suyun bir qədər çox olması fonunda ağır qar nəticəsində bir sıra telekommunikasiya sistemlərində problemlər yarana bilər, ağacların budaqlarının qırılması ehtimalı var. Yəni xüsusilə Azərbaycanın dağətəyi rayonlarında, dağlıq kəndlərində, dağətəyi kəndlərində yanvar ayının 17-si axşamdan 18 yanvar günün birinci yarısına qədər olan müddət ərzində qarın intensiv və güclü olması, ağır qarın yağması fonunda elektrik xəttlərində, telekommunikasiya xəttlərində, eyni zamanda müəyyən yollarda fəsadların yaranması ehtimalı var. Yanvar ayının 19 gündüz saatlarında bu proses bir qədər zəifləyəcək, lakin yanvar ayının 20-si və yanvar ayının 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var. Yenə də güclü qar yağması gözlənilir, başda isə yağışın sulu qara çəkilməsi ehtimalı var. Yanvar ayının 19 günün birinci yarısında Azərbaycan rayonlarında sulu qar və qarın bir qədər səngiməsi, lakin yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq 20 yanvar və 21 yanvar günün birinci yarısına qədər olan müddət ərzində, yəni yanvar ayının 19-u səhər saatlarından sonra 24-48 saat ərzində Azərbaycan rayonlarında yenidən intensiv xarakterli sulu qar və qarın yağması, yeni qar örtüyünün əmələ gəlməsi gözlənilir. Yəni yerdəki qarın üzərində əlavə olaraq 25-50 sm-ə qədər yeni qar örtüyünün əmələ gəlməsi gözlənilir. Bu proses nəticəsində yenə də ağır qar yağması ehtimalı var. Nəticədə müəyyən dağətəyi ərazilərdə avtomobil yollarında problemlər səbəb ola bilər. Eyni zamanda elektrik xəttlərində nasazlıqlara səbəb ola bilər. Çünki bu qar ağır qardır bildiğimiz üçün. Çünki qarın təklindəki sululuq bir qədər çox olacaq ki, bu da quru qar yox, ağır sulu qarla qarışıq ağır qarın yağması nəticəsində bir sıra hava ilə əlaqəli olan sahələrdə müəyyən problemlərin artmasına səbəb ola bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropa Nizam Davleyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının artıq 17-si gün ikinci yarısından başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. Xəzər dənizindən daşınan rütubətli hava axınları, yəni Xəzər siklonları ilə
şimal şərqinin daxil olması gözlənilən Sibir tipli soyuq havanın və Qara dənizdən daşınan rütubət dağ axınlarının Qafqazın cənubunda bir-birlərinin toqquşması fonunda yanvar ayının 17-si axşamdan 18 yanvar günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubu Azərbaycan arasında mürəkkəb hidrometeoroloji prosesinin baş verməsi gözlənilir. Nəticədə xüsusilə də Xəzər dənizinə yaxın şərq rayonlarında, Böyük Qafqazın şimal-şərqində, xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, Şimali, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, eyni zamanda Gəncə, Qazaxda və Kiçik Qafqazın Daşkəsən, Gərbəçə, Əbuzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Orduba, Şahbaz ərazilərində və Cəllabad, Masala, Lənkəran, Asar, Yarımlı və Lerişdə və Mərkəzi Aranın Yevlax, Kürdəm, İmişli, Ağzəbədi, Zərdab, Beyləqan ərazilərində və Sabirabad, Saati, Salih, Neftçala, Biləsuvar rayonlarında yağıntıların yanvar ayının 17-si axşamdan 18 yanvar gündüz saatlarına qədər olan müddət ərzində, günün birinci yarısına qədər olan müddət ərzində yağıntıların intensiv və güclü olması, Mərkəzi Aranda sulu qar yağması, xüsusilə də Azərbaycanın dağıtı və dağlıq kəndlərində intensiv və güclü xarakterli qar yağması gözlənilir. Ən güclü qar Böyük Qafqaz rayonlarında, xüsusilə illərdə Böyük Qafqazın şimal-şərqində və Dağlıq Şirvanda gözlənilir. Eyni zamanda Bakıda bu proses yağışın sulu qarla müşahidə edilməsinə səbəb olacaq. Lakin Bakıda yerdə qar örtünləmə gəlməsi ehtimalı zəifdir. Bu proses nəticəsində xüsusilə də Azərbaycanın dağ-təyi rayonlarında qarın intensiv və güclü olması fonunda bir sıra ərazilərdə fəsadların yaranması ehtimalı var. Yanvar ayının 18-ci axşamdan yanvarın 19-u günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasında yağıntılarda qısa fasilə gözlənilir, lakin artıq növbəti proses nəticəsində yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq yanvar ayının 20-si gün ərzində və yanvarın 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin yenidən kəsinləşməsi, arabir qar yağması, qarın intensiv olması gözlənilir. Artıq yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq növbəti prosesin nəticəsində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəsinləşməsi yanvarın 19 günün ikinci yarısından yanvarın 20-si gün ərzində və yanvar ayının 21 günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda, Kiçik Qafqazda, Gəncə, Qazaxın dağıtı ərazilərində, Naxçıvanın dağıtı ərazilərində, eyni zamanda və Cəllabad, Yardım Leş, Aslan dağ kəndlərində qarın intensiv və güclü olması, yanvar ayının 20-si günün birinci yarısında, hətta Mərkəzi Aranda belə qısa müddətli qar örtünün gəlməsi ehtimalı var. Yanvar ayının 20-si, xüsusilə də günün birinci yarısında yağıntıların intensiv və güclü yer aramsız yağması gözlənilir. Nəticədə yanvar ayının xüsusilə 20-sində Azərbaycanın dağ-təyi rayonlarındakı qarın intensiv güclü yer aramsız və şiddətli yağması fonunda bir sıra dağ-təyi ərazilərdə problemlərin yaranması ehtimalı yüksək qiymətləndirilir. Bu proseslər fonunda artıq havanın temperatürünün aşağı enməsi dağ-təyi ərazilərdə avtomobil yolunda buzlanmaya səbəb olacaq. Xüsusilə də qarın intensiv güclü şəkildə yağması ehtimalı var. Nəticədə bir sıra dağ-təyi ərazilərdə elektrik xəttlərində problemlər yarana bilər, telekommunikasiya sistemlərində problemlər yarana bilər. Xüsusilə də qarın ağır yağması fonunda bəzi ərazilərdə ağacların da qırılaraq müəyyən fəsadlara səbəb olması ehtimalı var. Bu ehtimalları nəzərə alaraq qabaqları tədbirlərin görülməsində fayda var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İSYAM-W Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının 17-si və 18-sində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi, Azərbaycan dağ-təyi rayonlarında arabir sulu qar və qarın yağması, qarın intensiv olması ehtimalı var. Bu müddət ərzində başda yerdə qar örtünün yaranması ehtimalı zəifdir, sulu qar yağa bilər. Yanvar ayının növbəti proses nəticəsində yanvar ayının 19-u gündüzdən yanvarın 20-si gün ərzində və yanvar ayının 21 günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi, arabir sulu qar və qar yağması, qarın intensiv və güclü olması ehtimalı var. Azərbaycan dağ-təyi və dağlıq ərazilərində qarın intensiv və güclü olması ehtimalı var. Lakin Bakı-Abşeron Sumqayıt ərazisində yanvar ayının 19, 20 və 21-də yerdə qar örtünün gəlməsi ehtimalı yoxdur. Bakıda yanvarın 19 axşam, 20-si və 21 günün birinci yarısında sulu qarın yağması ehtimalı var Bakıda. Növbəti proses nəticəsində yanvar ayının xüsusilə də artıq 24-ü, 23-ü, 24-dən sonra yanvarın yəni sonlarına doğru və fevral ayının birinci həftəsi ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən tez-tez kəskin dəyişilməsi ehtimalı var. Bu prosesə səbəb isə yanvar ayının artıq 23-24-dən sonra növbəti
atmosfer prosesləri nəticəsində troposferin yuxarı, orta və aşağı qatlarından, yəni troposferin demək ki, bütün qatlarından sinoptik prosesin nəticəsində Sibirdən, eyni zamanda Arktikadan davamlı olaraq soyuq hava kütlələrinin tez-tez Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi gözlənilir. Nəticədə yanvar ayının 24-25-dən başlayaraq yanvar ayının sonları, hətta fevral ayının birinci həftəsinə qədər olan müddət ərzində ola bilsin ki, Qafqazın cənubunda soyuq hava davam etsin və bu proses bir qədər güclü soyuqlarla müşahidə edilə bilər. Havanın temperaturu ümumilikdə yanvar ayının 3-cü 10 günlükdə və fevral ayının birinci həftəsi ərzində Qafqazın Cənubi Azərbaycan arasında havanın temperaturunun çoxlu iqlim normasına yaxın və bir qədər aşağı enməsi ehtimalı var. Hətta yanvar ayının 3-cü 10 günlüyündə ayrı-ayrı günləri bu prosesin daha da kəskinləşməsi fonunda havanın temperaturunun çoxlu iqlim normasından qısa müddətdə bir xeyli aşağı enməsi ehtimalı var. Yanvar ayının 3-cü 10 günlük ərzində Bakı-Abşeron Sumqayıt ərazisində güclü qar yağması ehtimalı var. Yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Çünki yanvar ayının artıq 24 və 25-dən sonra münbit sinoptik şərait nəticəsində həm Arktikadan, həm də Qərbi Sibirdən davamlı olaraq bir neçə soyuq hava dalğasının, yəni tez-tez ardıcıl olaraq soyuq hava dalğalarının Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi fonunda ümumilikdə yanvar ayının 3-cü 10 gününün sonlarına qədər və fevralın birinci həftəsinə qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin tez-tez soyulması, eyni zamanda Mərkəzi Aran və Bakıda da yanvarın 3-cü 10 günlüyündə bəzi günlərdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.